Əsas məsələ bazar yaratmaqdır. Bax, ilğin bazar deməkdir. Və o bazarı qorumalısan. Öz konsepsiyaya sadiq olmalısan. Gündə bir xəyala düşüm, bunu eləyim, alınmadı, kesim o birisinə olmaz. Öz konsepsiyanda möhkəm dur, öz bazarı yarat. Sənin bazarın varsa, heç kim səndən bacara bilməz. Sən bütünlüklə, açığı biz illərlə, biz öz bazarımızı yaratmağa çalışmışıq və ona vəsait xərcləmişik. Bu bizim inamımızdan irəli gəlir, sevgimizdən irəli gəlir. Olmasaydı, nə müştərilərə əminlik vədi verərdik, nə bu bazara yaratmaq üçün çalışardıq. Yəni, yerli və milli marka olaraq İlğımın, Büyünləri, Talanın daha geniş yayılmağı, əmin dadın, əmin bazarın bu bizə fəxarət hissi yaşadır. Və biz nəticəsi olan bir işə başladığımıza əminik və bu gün də başqaları üçün də örnək olaraq deyirəm ki, siz öz adınıza, yaratdığınız markaya hörmət edin. Yəni, pul nə olur olsun pul qazanmaq düşüncəsi ilə yanaşsaz, uğursuz olacaq. Ya işi fikirləşməlisən, ya pulu. Pulu fikirləşsən, elə bil ki, o nəyə bənzəyir? Uşaqlıqda bir nağıl var, işıq gələn tərəfə, yoxsa it yürüyən tərəfə. İşıq gələn divin gözləridir. Pul odur. Gedəsən o divə tərəf, səni yiyəcək, məhv olasan. Amma it yürüyən tərəf işdir. Yəni, işindən möhkəm yapış. O səni, o işi sev. O səni, bütün uğurların açarı oradadır. O sənə elə həmin bazarı yaradacaq, böyüməyin yolunu göstərəcək, ruzini də Allah bilir o nə cür olacağını. O Allah verəcək. Sənin sevgiyə uyğun olaraq ruziyi verəcək. Çox işləməyə görə də verməyəcək. Görürsünüz, belə bir misal da var atalardan. Mən düzü çox misallar çəkdim atalardan, bilmirəm, özümdən asıl olmayaraq. O da mənim sevgimdən, inamımdan irəli gəlir. Görürsən, deyirlər, iş insanın cövhəridir. Görürsən, atalarda yoxdur ki, Allah sənə çox işlədiyə görə versin. Cövhər də bir toy qazanına bir qaşı atılır da. Ona görə əsas məsələ çox işləmək yox, dürüst, doğru işləmək, halal işləməkdir.